Xoş gördük, hörmətli izləyicilər. Azad media izləyiciləri, eləcə də dünyada da Azərbaycanda yaşayan həmvətənlərimiz. Bugün hər kəsə məlumdur ki, ölkədə nikaha girənlərin sayı boşananların sayından qat-qat aşağıdır. Nikaha giriləndən az sonra bu nikahlar dağılır, əsasən gənclər arasında. Amma bütün bunlara baxmayaraq, yaşlı nəsil arasında da boşanmalar diqqətdən yayılmır və bu da utanç vericidir. Yəni, biri var 25, 30, 35 bu yaşlarda boşanma olsun. Biri var 60 yaşı və üzəri. Azərbaycanda adətən boşanmalar, narkotikdən istifadə, kişinin evə pul gətirməməsi, ailədə mobbing, qısqanclıq və digər bu kimi hallar olur. Düzdür, qadınlar arasında da var ki, təkcə kişilər səbəbkar deyil boşanma hallarına. Qadınlar arasında da buna oxşar hallar çoxdur. Amma araşdırdığımız zaman bəlli olur ki, belə hadisələr də var ki, bu daha çox ölkənin elitasına aid insanlar arasında baş verir və bəlli olur ki, adam ikili həyat yaşayır, əsl həyat yoldaşının heç nədən xəbəri yoxdur və bir gün qəfildən bir xəbər eşidir. Sən artıq keçmiş xanımsan. Yəni, heç xəbəri də olmadan boşanma hadisəsi baş verir. Bu cür hadisələrdən biri də elə bu yaxında Bakıda Nəsim rayon məhkəməsində baş verir. Çox tanınmış bir kişinin həyat yoldaşı bizə müraciət edir. O bildirir ki, boşanma hadisəsi baş verməyinə baxmayaraq, onu nə mediasiyaya çağırıblar, nə onun bundan xəbəri olub, nə məhkəmə prosesində iştiraki təmin edilib və ya bununla bağlı ona hər hansı bir məlumat göndərilməyib. Bildiyiniz kimi, indi artıq təkcə məktubla deyil, əgər adam dəfə-dəfə məhkəməyə gəlmərsə, bununla bağlı ya telefonla istifadə edirlər, ya sahə müvəkkilinə və ya mənzil istismar kontoruna müraciət edirlər ki, şəxsə bildirin ki, o məhkəməyə gəlməlidir. Bəzən hətta məcburi gətirilmə halları da baş verir. Müsahibimdə isə bunların heç biri olmayıb. Nə ona bildiriş gəlməyib ki, o mediasiyaya gəlməlidir, həyat yoldaşı boşanmaq istəyir. Nə məhkəmədən bildiriş gəlməyib, nə sahə müvəkkilindən, nə də mənzil istismar kontoruna. Bəs bu necə olub? Deyilənlərə görə, yəni onların dediyinə görə burada saxtakarlıqlara yol verilib ki, onlar düşünürlər ki, saxta yolla nikahın pozulması həyata keçir. Lakin buna baxmayaraq, xanımın hələ də nikahda olduğu, yəni rəsmi qurumların saytlarında xanımın nikahda olduğu görsənir. Bəs bu necə baş verir? Hazırda bu sualların cavabına Siranə xanımla biz aydınlıq gətirəcəyik. Xoş gördük Siranə xanım, necəsiniz? Siranə xanım, əslində hadisə necə baş verib? Salam. Münasibətləriniz necə olub? Yəni, boşanmaya əsas verən bir səbəb varmı ortada? Bilirsiniz, bizim ailəmiz 35 il olan ailədir. 35 ildir biz bir yerdəyik. Bir gündə olmayıb ki, mənim həyat yoldaşım evdə olmasın, evdə yatmasın, evdə qalmasın. Bu 35 ildə inanın ki, bəlkə həyat yoldaşım kimi kişi olmayıb. Yəni o mənada ki, ailə canlı, sevgi, hörmət, uşaqlarının qayğısına qalan, hətta məndən çox, qat-qat məndən çox. Hərdən mən deyirdim ki, sən elə belə anasan, mən atayam. Yəni o qədər isti münasibət bəsləyib, xüsusən öz qızına, Türkərə çox-çox yəni sevgi göstərib. Və bu 35 ildə həqiqətən də mən xoşbəxt qadınlardan biri olmuşam. İndi də yəni yadıma salıram bütün olanları və fikirləşirəm ki, bu necə ola bilərdi? Bu ancaq bilirsiniz necə ola bilərdi? Bir adam qabağına məqsəd qoyub ki, buna nail olacaq. Bir adam qabağına məqsəd qoyub ki, ailə dağıdacaq. Bir insan içində rəhim olmayan bir insan olaraq, yəni mənim ailəmi demək olar ki, çox cəhdlər göstərdi dağıtsın və bizim ailə gəlib 35 ilə çatdı. Şükürlər olsun.
İndinin indisində də mənim həyat yoldaşım demək olar ki, nəzərini, sevgisini, qayğısını indiyə qədər də bizə göstərir. Əsirgəmir sizdən. Qəti Əvvəlkindən daha əsir- artıq göstərir. Əvvəlkindən daha da artıq göstərir. Bunun şahidi mənim bir yerdə çalışdığım müəssisənin işçiləri şahiddir. Mənim nəvələrim şahiddir. Mənim uşaqlarım, qonşularım şahiddir ki, bu insan indiyə qədər də elə o tempdədir. Yəni tempi heç azalmayıb ki, nəinki çoxalıb. Ona görə də bilirsiniz, mən bəlkə də bu çıxışı etməzdim. Amma son vaxtlar həddini aşan çıxışlar eşidirəm və buna son qoymaq istəyirəm. Çox vaxt cavabı öz beynimdə vermişəm belə bir şeylərə. Çünki nüfuz olan sahib, nüfuzlu bir insandır yoldaşım, nüfuz sahibidir. Onun nəsli, nəcabəti çox böyük nüfuz sahibidir. Övladlarınızın atasıdır. Hələ ondan da əlavə doğrudan da yəni Qərbi Azərbaycanın demək olar ki, ən vətənpərvər, xalqına, millətinə, dövlətinə sadiq olan bir insandır. İnsandır, olub da, indi də elədir. Ona görə də bugün mənim çıxışım bir adamın həddini aşmağının qabağını almaqdır. İnsan mərd olar, düz danışar və bunları görməyəndən sonra mən fikirləşirəm ki, buna son qoymaq lazımdır. Birincisi, heç bir mediatorluğa çağırılmamışam. Heç bir yerdə qol çəkməmişəm. İmza atmamışsınız. İmza atmamışam. Yəni bu necə ola bilər? Bakı şəhərində, yəni işlədiyim yer bəlli. Hansı kompüterdə, hansı sistemdə yazsan adımı, familiyamı çıxır ki, bu adam, bu insan harda işləyir, olur, yaşayır. Yəni bunlar hamısı məlum məsələdir ki, Bakı balaca şəhərdir. Yəni məni tapmaq nə böyük bir iş oldu. Sadəcə məqsəd qabaqlarına qoyublar bəzi insanlar ki, mən bunun haqqında bilməyim. Öz məkirli, öz məqsədli fikirlərinə çatmaqdan ötəri. O məkirli fikirlərinə çatmaq da başqa bir ailəni aldatmaq kimi mən deyərdim. Başqa bir ailəyə özünü göstərmək, başqa bir ailənin qabağında lovğalanmaq, teatr göstərmək, şou qurmağıdır. Ona görə də mən yenə də deyirəm, yoldaşım kimi ailəcanlı, yəni Bakı şəhərində həqiqətən bunu səmimi qəlbdən deyirəm. Məni tanıyanlar da bilir ki, mən düz danışıram. Yəni ailəcanlı sevgisi indi də mənim üzərimdə var. Həm sevgisi, həm qayğısı. Yəni bunu nədən hiss edirsiniz? Bilirsiniz nədən hiss edirəm? Telefonla danışırsınız, Telefonla danışıram da, görüşməkdə, işlədiyim yerə də gəlir. Hər gün gəlir, işlədiyim yerə hər gün. Sadəcə birdən mən məlum məsələlərə görə birdən inciyəndə də görürsünüz ki, mənim incikliyimi də qəbul eləmir, çalışır ki, qəlbimi alsın və bu gün də davam edir. Ailə dağıdanlar haqqında danışmaq istəyirəm. Elə bilirsiniz ki, başqasının bədbəxtçiliyi üstə xoşbəxtlik qurmaq olarmı? Bu mümkün olan bir şey deyil. Əti dırnaqdan ayırmaq mümkün deyil. Doğmalığı, yəni doğmalıq elə bir hissdir ki, o hissi Allah verir insana. Bunu istəyirsiniz
nə belə özünüzün qabağına bir məqsəd qoyun ki, mən kimisə sevməliyəm, ya kimisə xoşlamalıyam. Bu mümkün olan bir şey deyil. Bu insanın içindən gəlir. Bu Allahın verdiyi insana bir bəxşişdir. O da hər kəsə məxsus deyil. Ona görə də bəzi söhbətlərini, bəzi fikirlərini götürsünlər aradan və o ev dağıdan bir adam haqqında bir-iki kəlmədə demək istəyirəm ki, tək mənim ailəmi dağıtmaq cəhdinə durmayıb bu adam. İnsan da demək istəmirəm. Bu adam həm öz bacısı oğlunun ailəsinə dağıdıb, hətta yəni mən deyəcəm mənim öz qızımın ailəsini dağıtmağa cəhd eləyib çox. Yəni bu adam bizə həyatımızı zəhər eləmişdi. Həqiqətən də zəhər eləmişdi həyatımızı və ondan qurtulmaq üçün inanın ki, mən özüm öz həyat yoldaşıma deyirdim ki, artıq get. Artıq bu elə bir şeylərə əl atırdı ki, elə bir şantajlara əl atırdı ki, həqiqətən də bu adamın analığı yoxdur. Bu adam elə bir adamdır ki, o hər şeyə gedər ki, öz məqsədinə nail olsun. Nail oldu? Nail olmağı bilirsiniz. Siz imkan yaratdınız. Mən imkan yaratdım, bəli, bunu mənim həyat yoldaşım da bilir. Mən imkan yaratdım. Mənim həyat yoldaşım 35 ildir yanımdaydı. Yəni getmirdi, atmırdı, ayrılmırdı. Ona demək olmazdı ki, gəl ayrılaq. Qəti o sözü demək olmazdı. Bəs necə oldu boşanma? Necə oldu ki, boşanmaya razılıq verdi o? Necə oldu? Mən artıq gördüm ki, mümkün deyil. Yəni nə mənada mümkün deyil. Bu adam bundan əl çəkmir. Bu adam bunu... Amma boşanmadan xəbəriniz yox idi ki, Qəti mənim boşanmadan xəbərim yoxdur. Hətta boşanmış halda da mənim dalımcan gəlib məni Azərbaycan Dövlət Dram Teatrına tamaşaya aparıb. Boşanmış vəziyyətdə yəni biz gəlib evə... Ailə olaraq nahar eləyirsiniz, görüşürsünüz. Bəli, bunlar hamısı olub. Sadəcə kimsə mənə elə bir söz belə dedi. Mən yenə özündən soruşdum ki, belə bir şey eşitmişəm. Dedi, yox, elə şey yoxdur. Yəni yenə də boynuna almadı. Sonra necə oldu? Və Asan Xidmətdən öyrəndim. Necə? Asan Xidmətə getdim. Nə? Hansı sənədlə bağlı? İşlə bağlı getdiniz. Yəni düzünü deyim, mediatordur. Qızım mənim mediatordur. O öyrəndi. Türkər xanım özü öyrəndi Asan Xidmətdən ki, boşanma nə bilim nə vaxt olub. Heç o tarixlər də mənim yadımda deyil. Heç o tarixlər də mənim üçün maraqlı deyil. Sadəcə insanın münasibəti mənə daha çox maraqlıdır. Daha çox önəmlidir mənim üçün. Qarşı tərəfin neçə yaşı var? Qarşı tərəfin deməli mən 57. 57. Bəs bu 57 yaşlı qadın öz ailəsini necə dağıtdı? Var idi mi ailəsi? Ailəsi var idi. Boşandı ondan. Boşanmışdı. 57 yaşında boşandı, yoxsa əvvəl? Yox, əvvəl boşanmışdı. Əvvəl boşanmışdı. 57 yaşı Bəlkə var. əvvəlcədən münasibətləri olub, siz bilməmsiniz. Bilirsiniz necədir münasibətlər? Bir müəssisədə işləmək olub ki, iş yoldaşı olub. Yəni bunu əgər mən şübhələnmişəmsə də, bunu heç vaxt mənim yoldaşım boynuna almayıb. Yəni deməyib. Yəni Bugün ki, heç nə olmayıb ki, deməyib. Hətta elə şey olub ki, mən hardasa şübhələnib onun özünə də nəsə yığmışam, o qadının. Qadın deyib, siz nə danışırsınız? Sizin yoldaşınız kimi tərbiyəli insan yoxdur. Necə oldu tərbiyəsini korladı? Tərbiyəli, bilirdi ki, tərbiyəlidir, bilirdi ki, çətindir. Onu tərbiyəsini korlamaq. Yəni, məqsəd qoyub nail oldu axır bu 2 ili. Bu bəlkə bir prinsip idi əslində. Ona heç sizin həyat yoldaşınız lazım da deyildi.
nəyinsə qisasını Xeyr, alırdı. xeyr, heç bir Veya prinsipi. kiməsə göstərirdi Mən ki, o bir yaşında göstərirdi. belə onun üçün Bəli, o göstərməyidir mütləq. bir O namizəd çıxır. namizəd çıxırdı uşaqlarına, qızlarına göstərirdi, deyirdi, bəli, mənim yoldaşım filan kəsdir. Hətta mənim evimdə ola-ola, yoldaşım ola-ola evimdə birdən görürsüz ki, hardasa deyirdi ki, filan kəsdir mənim ərim, yalandan. Yalan məlumatlar yayırdı ki, mənim yoldaşım filan kəsdir, Siz mənim bilirsiniz, bu yoldaşım. cür yalan məlumat yaymaq əslində Bəli, cinayətdir. qayı üçün də deyib, yolda saxlayıblar bunu deyib, yoldaşım filan kəsdir. Sonra orada, burada hətta elə olub ki, elə yerə gedib çatıb ki, məsəl üçün mən sizlə otururam, danışıram, söhbət eləyirəm və bilirsiniz ki, mənim yoldaşım bu insandır. Və ora gəlib o adama deyib ki, onun yoldaşı deyil, mənim yoldaşımdır. Yəni bilirsiniz, elə qeyri etik hərəkətlər eləyib, elə qeyri tərbiyəsizlikdir. elə şeylər eləyib. Yəni bilirsiniz, çox danışa bilərəm. Çox danışa bilərəm, amma mən istəyirəm ki, bugünkü gündə bu ev dağıdanların bir cəzası olsun. Ailə dağıdanlar. Ailə dağıdan, bəli, bir cəza onlar üçün tətbiq olunsun ki, 35 illik ailəni nə cürətlə sən dağıda bilirsən? Başa düşürsünüz? Özü də o yaşda, bəli. Son dəfə həyat yoldaşınızla nə vaxt danışmısınız, ya nə vaxt görüşmüsünüz? Son dəfə mən həyat yoldaşımla 2 gün bundan əvvəl danışmışam. Düz 2 gün. Zəng eləmişdi. Zəng eləmişdi, onunla bağlı idi ki, zəng eləmişdi. Bir deməli yazı getmişdi. Bu yazıda təkzib getmişdi. Nəyin təkzibi getmişdi? Onun təkzibi getmişdi ki, mənim adımdan yazılmışdı ki, mənim heç bir boşanmadan xəbərim olmayıb və bu günə qədər də mənim həyat yoldaşım öz ailəsinin üstündədir, öz ailəsinlə maraqlanır, mehribançılığı var ailəsinlə bağlı və bunun təkzibini edərək yoldaşımın adından yazılmışdı ki, bu neçə illər sevib, axırda bunu alıb. Sevibsə də niyə o qədər gözləyirdi, o illəri gözləyirdi? Niyə gözləməli idi, əgər sevirdisə? Və deməli, axırıncı günə qədər mən ki, artıq dözmədim, evdən getdim. İnanın ki, bir 3 ay məni özünə barışdıra bilmədi bu insan. Barışdıra bilmədi, gəldi, getdi. Buna nəvələrim də şahiddir, uşaqlarım da şahiddir ki... Maşallah, nəvələriniz də böyükdür. Böyük nəvələrim var. İnanın ki, babaları onlarla nəfəs alır. İnanın ki, babaları özünü o da közə atıb, yəni onların hər bir işində həm iştirak edir. Sizi bu qədər sevir də, məsələn, mən bir şeyləri görmüşəm, istəmirəm o haqda danışım. Bəli. Sizi bu qədər sevir, onu saxlayan nədir, geri qayıda bilmir? Bəlkə onu şantaj edirlər. Bunsuz mümkün deyil. Əlbəttə ki. Əminsiz? Əminəm. Bəli, əminəm. Düşünürsünüzmü ki, yaxın zamanlarda və ya nə zamansa geri qayıdacaq həyat yoldaşınız? Hər halda özü bunu hər gün mənə deyir. Geri qayıdacaq. Geri qayıdacaq. Qaydanda qəbul eləyəcəksiniz. O geri qaydanda mən heç fikirləşmirəm ki, o evdən gedib. Elə həmişəki kimi evdədir. Elə həmişəki kimi evdədir, bəli. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bu bir ailə dramıdır. Bir ailə dramıdır ki, bu ailənin məhəbbət, sevgi, dostluq, hörmət üzərində qurulan bir ailəni bir anın içində kimsə öz intriqalarının qurbanına çevirib, bir ailəni məhv edib, dağıdıb. Bu cür halların baş verməməsi üçün
Ailənizi möhkəm qoruyun, onları kiməsə hədiyyə etməyin. Maariflənin. Maariflənin ki, həyat yoldaşlarınız ya qadın, ya kişi fərq eləmir. Bu cür hallar baş verəndə həyat yoldaşlarınızı itirməmək üçün onları bağışlamağı da bacarın. Bağışlayın ki, onlar öz səhvlərini anlasınlar, ailələr dağılmasın. Məsələn, mən bizim ağsaqqallardan Hafiz Paşayev deyirdi ki, mən anlamıram bu ailələr niyə dağılır, boşanmalar niyə var? O haqlıdır. Yadınıza salırsınızsa, ümumiyyətlə əvvəllər boşanma deyilən bir şey yox idi. Əsasən də ziyalılar arasında iki ziyalı ailə bir yerdə oxuyub, bir-birini sevib, evlənmiş insanlar, övladları ilə qürur duyan, böyük, gözəl təməl quran bir ailənin təməlini sarsıtmaq heç də asan deyildi. Cəmiyyətdə də, iş yerlərində də boşanmış adamlara yaxşı baxmırdılar. Adətən bu belə idi. Amma hazırda isə elə bil ki, qanunlarda boşluqlar var. Kim kimin ailəsini istəyir, yaşlı demir, cavan demir. Görür ki, imkanlıdır, görür ki, yaraşıqlıdır, görür ki, cəmiyyətdə böyük yeri var. Həmən əldə eləməyə çalışırlar. Və bütün bunların qarşısını almaq üçün maariflənin. Maariflənin ki, bu cür hallar sizin də başınıza gəlməsin. Gəlməsin ki, məhkəmə qapılarında qalmayasınız və streslər yaşamayasınız ki, axı mənim xəbərim yoxdur, məni kim boşadı, niyə boşadı, bu necə baş verdi, axı heç mən mediasiyada olmamışam. Bu cür sualların qarşısında cavabsız qalmamaq üçün ailənizi bərk-bərk qoruyun. Onları geri çağırın, necə ki sizi sevirlər, necə ki sizi, övladlarınızı. Var ailələr var ki, həqiqətən elə müharibə kimi davalar olur ki, ayrılırlar, onların elə ayrılması lazımdır. Amma sevgi üzərində qurulan ailələrin dağılması təəssüf ki, cəmiyyət üçündür. Cəmiyyət itirir bu cür ailələrin boşanmasını. O yüzden də maariflənin bu cür hallar baş verməsin.